Bizim değerli kardeşimiz, değerli insan, ilahiyyatçı, hamımızın sevimlisi Hacı Ramil Bədəlov. Hacı, sizi salamlayıram və öncədən izləyicilər adına sizə təşəkkürümü bildirirəm. Və buyurasınız, söz sizindir, bizi izləyənləri salamlayasınız və bu gözəl gündə, Həzrət Həsən Mövlud günündə sizin də o gözəl sözlərinizlə inşallah feyziyab olaq. Buyurun Hacı. Təşəkkür edirəm söz verdiyinizə görə. Salamlayıram dəyərli insanları, dəyərli şairlərimiz, məddahlarımız, Quran qarimiz və əziz izləyiciləri salamlayıram. Həqiqətən gözəl anları, gözəl saatları, gözəl günləri yaşayırıq. Allah o şəxsiyyətin ziyarətini, şəfaətini hamımıza nəsib eləsin. Və biraz öncəki şeir deyilirdi. Özümə dedim ki, özüm dayanım həqiqətən bu səmimi etiraf elə. Elə qulaq asım şairlər danışsın və məddahlar mədd eləsin. Amma növbə yenə çatdı mənə. Ələl-İslam haqqında müxtəlif mövzular danışmaq olar. Ələl-İslamın həyatını bir neçə hissəyə bölmək olar, o həyatı təhlil eləmək olar. Ələl-İslamı Quranda, Quranın eynəyində baxmaq olar. Məsələn, Ələl-İslamın tarixini böldükdə 3 hissəyə bölə bilərik. Bir hissə Peyğəmbərin dönəmi, digər hissə ikinci hissə kimi demək olar, 25 il. Və üçüncü hissə isə özünün xilafəti, imamət dönəmi. Zaten imam idi Peyğəmbərdən sonra. Zahiri xilafətdə ki, bilirsiniz də 25 ildən sonra imamda oldu, İmam Əleyhisselam oldu. Və birinci tarixi araşdıranda doğrudan çətin günlər yaşayır Peyğəmbərin zamanında. Hətta xanım Fatimənin Fədəkiyyə xutbəsində olmalıdır. Əleyhisselamdan danışır, deyir, Peyğəmbər harada çətin yer vardı, orada əlini göndərərdi. Yəni, o bəzi işlər olur, çox qəliz olanı da deyirsən, Allah sən ged elə. Çünki bilir ki, bu boş qayıtmayacaq da. Yəni, bu işi gedib yaradıb gələcək. Çünki bəzi insanlar bir işi deyirsən, gör, gedir, qayda deyib, bacarmadı. Da fikirləşmir də, məsələn, başqa addım atım, bunu düzəldim, axır əli boş qayıtmayım da. Və xanım Fatimə Əleyhisselamı tərif edəndə deyir, o çətin məqamlarda Peyğəmbər Əleyhisselamı göndərərdi. Bunu da doğrudan da tarixə baxanda həqiqət bundan ibarətdir və tərif edir. Bu da qəşəng mövzudur əslində. Xanım Zəhranın dilində Əleyhisselam. Bir cümlə işlədir orada, bir kəlam deyir, şəmmərə. Şəmmərə ərəbdə tərcüməsində bir işə girəndə qollarını çırmalayardı. Yəni, həmişə elə onu et, bunu et, əmr eləməzdi də belə. İndi yeri çatanda əmr eləyərdi öz yerində, amma şəmmərə həm var qüvvəsi ilə, həm də işin içinə daxil olardı. Bütün vücudu ilə işin içinə daxil olardı və işi icra edərdi. O çətin dönəm. Bilirsiniz də, müharibələr olan dönəmdir və bir müharibədən qayıdırlar, bir müddət az keçir, yəni ikinci müharibəyə daxil olurlar və çətin günləri yaşayır. Və deyərdim, ikinci dönəm daha çətindir bəlkə də. İkinci dönəm çox çətindir. Özünün bir ifadəsi var ki, məşhurdur da, gözümdə tikan, boğazımda sümük. Hərdən adam fikirləşən, adam bir gözündə bir tikan nə qədər dayana bilər? 25 il Əmirül-Müminin dayanır. O günü təhlil eləmək istəyir sanki bu cümlə ilə. Və bir vaxt düşünürdüm ki, görəsən üçüncü dönəm daha çətin olub, yoxsa ikinci dönəm. Bir Əleyhisselamın öz kəlamları çıxdı qabağıma və həmən kəlamlarda danlayır özünün ətrafında olan bəzi insanları. Öz ətrafında olanları. Bir də onlardan narahatçılığın deyir ki, narahatçılığını belə ifadə edir. Deyir, mən bilirsiniz nəyə bənzəyirəm, elə bir nəfərin əlinə tikan batıb, tikanı çıxartmaq istəyir, tikanla çıxardır. O birisi tikan dilişir, qalır orada. Və bir cümlə deyir. Deyir ki, mən sizin əllərinizlə dərdlərə dərman eləmək istəyirdim. Bəzilərinin özünü tutur da, əlbəttə orada malikəşlər olub, əmmar olub, onlara aiddir. Deyir, mən sizin əlinizlə dərdlərə dərman eləmək istəyirdim. Baxdım, gördüm, özünüz dərdsiniz. Birinci sizi dərman eləmək lazımdır. Bu, ağrılı sözdür. Həqiqətən, yəni, Əleyhisselam sanki demək istəyir ki, qalmışam, neyniyim də, yəni, vəziyyət çox çətindir və çox gərgindir. O dönəm, deyərdim, çox çətin bir dönəmdir də. Yəni, ağır dönəmdir. Sıffin müharibəsi öz 1 il 6 ay çəkib. 1 il 6 ay müharibə nə deməkdir? Yəni, biz ən azı bu 44 gündə gördük də o çətin günləri. Yəni, asan bir şey deyil. Hərdən tarixi oxuyuruq, keçirik. Bu 1 il yarım yorulmuşdular. Əleyhisselam elə moizə edirdi, izah verirdi, müharibəyə girdilər.
biraz yenidən biraz keçirdi, yenə də moizə edirdi, yenə danışırdı, yenə xutbə edirdi və s. Və Əleyhisselamın bir tarixini təhlil etmək olar. Mən bu neçə dəqiqə içində az dəqiqələr ki, mənə ayrılıb, ona görə də çalışıram bir ünvan deyim ki, bu cürünü araşdırmaq olar. İkinci araşdırma Quran-ı Kərimdə araşdırmaq olar və ikinci araşdırma iki cür araşdırmaq olar. Bir imamət Quranda, bir Əleyhisselam Quranda. Bunlar ayrı mövzulardır. Quran-ı Kərimin, müqəddəs kitabımızın imamətə bir təfsiri var. Yəni, Quran imaməti tərif edir, imam belə olur. Bir də Quran-ı Kərimin Əleyhisselam haqqında ayələri var. Mən imamət haqqında deyim. Bir ayə deyim sizə. Əziz Allahımız Quran-ı Kərimdə buyurur ki, وَجَعَلْنَاهُمْ əimmətən yəhdunə bi-əmrinə. Biz imamlar qərar vermişik. O imamların birinci xüsusiyyəti budur. Yəhduna, hidayət edirlər. Yəni, hərdən deyirlər, imam sən hidayət elədi, bu nə söz? Quran deyir, imamın işi elə budur, hidayət eləsin. Yəni, insan əlindən tutsun, Allaha qovuştursun. Hidayət budur da, yəni, hidayəti bir düz deyə hər şey sonda, yekunda Allaha qayıdır. İzəməristu fəhvə yəşvin. Xəstələndim, şəfa verən odur da. Yəni, dərman şəfa vermir ki, Allah şəfa verir, sadəcə dərman bir vasitədir. Bu ünvanda yenə də bir şəxs, bir insan hidayət edir. Quran-ı Kərim buyurur, yəhduna, hidayət edir imamət. Amma maraqlı məqam nədir? Çox maraqlı məqam budur ki, deyir, yəhduna bi əmrina. Əmr kəlməsi işlənib. Bu, mövzunu dəyişir. Əmr aləminə hidayət edir. Nə deməkdir bu? Və bu mövzunu araşdırmaq üçün Qurana müraciət etmək lazımdır. Quran-ı Kərim aləmi iki hissəyə bölür. Ləhul xəlq və ləhul əmr. Xəlq aləmi var, əmr aləmi var. Xəlq aləmi materiya aləmidir, əmr aləmi metafizik aləmidir. Yəni, mücərrəd aləm, başqa bir ifadə ilə söyləsək. Və maddə aləmi tədricən yaranır. Mənəvi metafizik aləmdə hər şey anidir. Əmruhu izə arada şeyə ən yəqulə ləhu kun fəyəkun. Əmr aləmində kun fəyakunla işləyir orada sistem. Olur. Allah Quran-ı Kərimdə aləmi, bütün varlıq aləmi iki hissəyə bölünür də bu məxluqat aləmi. Allah da buyurur ki, imamət əmr aləmi vasitəsilə hidayət eləyir. Quran-ı Kərimdə bir ayəndə bu ayələrin yanına qoyduqda mövzu öz həqiqətini tapır. Nədir? Deyir, yəsəlunəkə ənir ruh. Ruh haqqında səndən soruşurlar. Qulir ruhu min əmr Rabbikə. Nə ruhara aiddir, əmr aləminə aiddir. Bu tərcümə biraz səhvdir, hərdən deyirlər, o elə bir Allaha məxsusdur, vaxtı soruşmuyor. Bu demir Allah, Allah cavab verir əslində. Deyir, xəlq aləminə aid deyil, əmr aləminə aiddir. Metafizikdir, maddi deyil, materiya deyil. Deməli, ruh əmr aləminə aiddir. İmamət də harada hidayət eləyir? Yəhdunə bi əmrinə, əmr aləminə hidayət edir. Ruh haradır? Əmr aləminə məxsusdur. Yəni, imamət ruhla iş görür, qəlblə iş görür. İmamətin işi budur. Yəni, belə deyək, sənin ruhunda elə bir iş görür ki, gözəl əməllərə qarşı içində şövq yaranır, ibadətə qarşı sevgi yaranır, günaha qarşı nifrət yaranır. Hərdən deyirlər, İmam Zamanın indi faydası var. Xeyr nədir? Yəhdunə bi əmrinə. Yəhdunə bi əmrinədir bir faydası. Ruh qəlbimlə iş görür. Yetər ki, qəlb olsun. Yetər ki, addım at, ilahi yolda hərəkət elə, İmam Zaman da öz işini görəcək. İmam Zamanın bizimlə olan ünsiyyəti və rabitəsi yəhdunə bi əmrinə. Hidayət edir bizi. Ona görə İmam Zamana qarşı sevgini yaratmağın amillərindən də biri həyatımızda o dua eləyəndə görürsən, adamın gözü dolur. Belə deyək, ibadətə görürsən, bir şövqlə başlayır və s. Orada bil ki, İmam Zamanın əli də var. Bir başqa aspektdən baxsaq məsələyə, bilirsiniz, İmam kamil insandır da, feyz vasitəsidir. Yəni, bizə gələn, əlimizə çatan feyz birinci özümüzə, əlimizə çatmamış onun əlindən keçir. Yəni, birinci İmam Zamandan gəlir, ötürülür, çatır bizə. Bizim o gücümüz yoxdur, o qədər feyzi alaq. Düzdür, yəsəluhu mən fis səmavat və mən fil ərd. Yer göy hamı istəyir, hamı saildir. Sail olmayan yoxdur. Və bütün külli məxluqat fəqirdir. Fəqirdir. Allah özü deyir Quran-ı Kərimdə buyurur, əntumul fuqara, hamınız fəqirsiniz. Bütün məxluqat aləmi fəqirdir. Bütün məxluqat aləmi saildir Quranın məntiqinə əsasən. Və hər anda istəyir fəqir, hər anda əlini açıb, gəlir, kimin əli ilə gəlir? Kamil insan əli ilə gəlir.
o bütün əsmanın məzhərinin əleyhinə gəlir. O da İmam Zamandır. Bu da bir mövzudur. Düzdür, bizim mövzumuz Əli əleyhissalamdır, amma mən imamət mövzusuna daxil oldum da. Məhz imamda bu xüsusiyyət var ki, yəhduna bi əmrina. Hidayət edirlər əmr aləm vasitəsilə qəlbə təsir göstərirlər və hidayəti də iki qismə bölürlər. Buna ilə də indi çıxışımı dayandırım, sonra nəsib olsa, indi qismət olsa yenə danışıram.